Salam, xoş gördük sizləri. Bugünkü mövzumuz Azərbaycanın inzibati ərazi bölgüsü haqqında olacaq. Azərbaycanın siyasi xəritəsi təsvir olunmuşdu. Burada rayonlarımız, şəhərlərimiz təsvir olunub. Azərbaycanda ümumilikdə göstərilən bu rayonların hamısı, ümumilikdə 67 rayonumuz var. Kənd rayonudur. 79 şəhərimiz fəaliyyət göstərir ki, şəhərimiz var ki, bunlardan da 11-i respublika əhəmiyyətli, 3-ü isə muxtar respublika əhəmiyyətli şəhərlərdir. Yəni 14 dənə respublika tabeli şəhərimiz var. Və 4246 kəndimiz var. Dediyimizdən aydın oldu ki, 67 rayon, 79 şəhər və 4246 kənd var. Deməli, Azərbaycanda kəndlərin sayı rayonların və şəhərlərin sayından daha çoxdur. Şəhərlərin sayı isə Azərbaycanda rayonların sayından daha çoxdur. Nəyə görə? Elə rayonlar var ki, onun içərisində bir neçə şəhər var. Tutalım, Lənkəran rayonu tərkibində Lənkəran şəhərinə yanaşı Liman şəhəri var. Bu şəkildə rayonların mərkəzində 2 dənə şəhər, 3 dənə şəhər olanda rayonların sayı şəhərlərin sayından çox olur və 79 şəhərimiz oldu. Bundan da 14-ü respublika əhəmiyyətli şəhərdir ki, onun 11-i respublika əhəmiyyətlidir, 3-ü isə muxtar respublika əhəmiyyətli şəhərdir ki, yəni Naxçıvanda yerləşən şəhərlərimizdir. Daha sonra Azərbaycanda olan qəsəbələrə baxaq. Qəsəbə deməli rayona tabe olan, şəhərə tabe olan və şəhər qədər inkişaf edən bir yerdir. Yəni oranın özünün yaşayış obyektləri var, sosial infrastrukturları var. Şəhərə çatmaq istəyir, sadəcə əhali sayı söhbəti var. Çünki Azərbaycanda əhalisinin sayı 5000 nəfər və ondan çox olan kənd təsərrüfatı sahələrlə məşğul olan isə şəhər adlanır. Bunların da əhali sayı şəhər əhalisinin çatmadığına görə şəhər deyil, qəsəbə adlandırılır. Bunlar hansı qəsəbələri göstərə bilərik? Gəncə şəhərinin tərkibində Hacıkənd qəsəbəsi, Xocavənd rayonunda Hadrut və Qırmızı Bazar qəsəbəsi, Xocalı rayonunda Əsgəran qəsəbəsi, Şuşada Turşsu qəsəbəsi, orada elə Turşsu Şirlan adında isti bulaqlar da var idi, mineral bulaqlar. Ağdaş rayonunda Ləki qəsəbəsi, deməli, sonra Laçın rayonunda Qayğı qəsəbəsi, Ağdərə rayonunda Suqovuşan və Şixarx qəsəbələri, Zəngilan rayonunda Mincivan və Ağbənd qəsəbələri, Xankəndir şəhərində Kəlkicahan qəsəbəsi, Kəlbəcərdə İstisu qəsəbəsi, Cəbrayılda Xudafərin və Xəlfəli qəsəbələri, Ağdamda Quzanlı qəsəbəsi, Şirvanda Əli Bayramlı və Hacı Qəhrəmanlı qəsəbələri, Goranboyda Aşağı Ağcıkənd və Qazanbulaq qəsəbəsi, Xaçmazda Şollar qəsəbəsi, Lənkəranda Hirkan qəsəbəsi, Nərimanabad qəsəbəsi, Kəngərlidə Qıvraq qəsəbəsi, həmçinin Kəngərli rayonunun mərkəzi Qıvraq şəhəridir, qəsəbəsidir. Sədərəkdə Heydərabad qəsəbəsi, eyni ilə Sədərək rayonunun mərkəzində də şəhər deyil, qəsəbə durur. Heydərabad qəsəbəsi. Sumqayıt şəhərində Corat və Hacı Zeynalabdin Tağıyev qəsəbələri, Daşkəsən rayonunda Quşçu qəsəbəsi, orada Quşçalabaşlı, bu Samux rayonunda Dalabaşlı qəsəbəsidir. Arasında xətt çəkilmişdi ki, dəmir filizlərin daşınması məqsədi ilə. Ağcabədi rayonunda Hindar qəsəbəsi, Füzuli rayonunda Qayıdış qəsəbələri var. 1-dən 11-ə kimi 1 nömrəli, 2 nömrəli, 11 nömrəli Qayıdış qəsəbələri yeni köç edən insanların yaşadığı yerlərdir, qəsəbədir. Şəmkir rayonunda Kür qəsəbəsi, Neftçala rayonunda Bakı qəsəbəsi, balıq müəssisəsi də var orada. Bu kimi qəsəbələrimiz fəaliyyət göstərir. Daha sonra gəldik Azərbaycanın sərhəd rayonlarında. Azərbaycan bilirik ki, quruda 5 ölkə ilə sərhəddir. Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İran. Rusiya ilə sərhədimiz 391 kilometr təşkil edir. Bu sərhədlər hansı rayonlardan keçir? Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Qusar və Xaçmaz rayonlarından keçir. Rusiya ilə sərhəd keçid məntəqələrimiz isə Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərirlər. Sonra Gürcüstanla sərhədlərimiz Balakən, Zaqatala, Qax, Sabux, Tovuz, Ağstafa və Qazax rayonu həm Ermənistan, həm də Gürcüstan sərhəddə yerləşir. Qazax rayonları Gürcüstan Respublikasının sərhəddir. Gürcüstanla sərhədimizin uzunluğu ümumilikdə 471 kilometr təşkil edir. Sərhəd keçid məntəqələrimiz Balakən rayonunda, Zaqatala rayonunda, Qazax və Ağstafa rayonunda fəaliyyət göstərir Gürcüstanla sərhəd məntəqələrimiz. Ən uzun sərhədimiz düşmən Respublikalarla Ermənistan Respublikası ilədir. 1007 kilometrdir sərhəd xəttimizin uzunluğu. Sərhəddə yerləşən inzibati rayonlarımız Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Naxçıvandan Orduba, Culfa, Şahbuz, Babək,
Kəngərli, Şərur və Sədrək rayonları Ermənistan Respublikası ilə sərhəddir. Naxçıvanda bir dənə Naxçıvan şəhəri Ermənistanda sərhəddə düşmür. Dedik, ən uzun sərhədimiz də 1700 kilometrdir və Ermənistanla sərhəd keçid məntəqəmiz fəaliyyət göstərmir, çünki düşmən mövqeyindəyik. Daha sonra ən qısa sərhədimiz Türkiyə Respublikası ilə sərhədimizdə 15 kilometr uzunluğa malikdir. Sədrək rayonuna keçir. Elə Sədrək keçid məntəqəsində fəaliyyət göstərir Türkiyə. İranla sərhədlərimiz 765 kilometr təşkil edir. Sərhəddə yerləşən rayonlarımız Sədərək, Şərur, Kəngərli, Babək, Naxçıvan şəhəri, Culfa, Ordubad, Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Astara rayonları İran Respublikası ilə sərhəddə yerləşir. Sərhəd keçid məntəqələrimiz isə Culfa rayonunda və Kəngərli rayonunda İranla sərhədlərimiz var, sərhəd keçid məntəqələrimiz var. Daha sonra İmişli rayonunda sərhəd keçid məntəqəmiz var. Biləsuvar və Astara, İmişli, Biləsuvar və Astara rayonlarında sərhəd keçid məntəqələrimiz fəaliyyət göstərir. Bu da İranla sərhəddə yerləşən inzibati rayonlarımız idi. Bunların arasında fikir versək, iki ölkə ilə sərhəddə yerləşən rayonlarımız var. Üzü Balakən, Zaqatala, Qax rayonu həm Rusiya ilə, həm Gürcüstanla sərhəddədir. Qazax, Ağstafa, Tovuz rayonları. Qazax baxın burada görürsünüz ki, hər iki ölkə ilə sərhəddir. Ağstafa, Tovuz da həm Gürcüstan, həm Ermənistanla sərhəddə yerləşir. Naxçıvanda Şahbuz rayonundan başqa digər rayonlar və Naxçıvan şəhərindən başqa digər rayonlar iki ölkə ilə sərhəddir. Bir də Sədrək rayonu üç ölkə ilə sərhəddə istisna. Türkiyə, Ermənistan, İranla sərhəddə yerləşir. Sonra bu hissədə isə Zəngilan rayonu iki ölkədən Ermənistan və İranla sərhəddə yerləşən ölkəmizdir. Daha sonra gəldik Xəzər sahili ölkələr. Xəzər sahili ölkələr həm Xəzərdən də çıxanları var, həm xarici ölkəyə çıxış olanları var. Misal Xaçmaz rayonu, Astara rayonu, biri Rusiya, birisi İrana çıxışı var. Digərləri isə xarici ölkəyə çıxışı yoxdur. Xəzər sahilində yerləşir Xaçmaz, Şabraz, Siyəzə, Xızı, Bakı, Abşeron, Salyan, Neftçala, Masallı, Lənkəran və Astara inzibati rayonları. Bunlar Xəzər sahilində yerləşir. Xəzər sahilimizin sərhəd xəttimizin uzunluğu da 825 kilometr təşkil edir. Daha sonra Azərbaycanda bir inzibati rayonla sərhəddə olan 4 dənə rayonumuz var. Tutalım, Balakən rayonu yalnız Zaqatala inzibati rayonu ilə sərhəddir. Qazax rayonu yalnız Ağstafa inzibati rayonu ilə sərhəddir. Sədrək rayonu yalnız Şərur inzibati rayonu ilə sərhəddir. Ordubad rayonu yalnız Culfa inzibati rayonu ilə sərhəddir. Amma Zəngilana baxsanız görürsünüz Qubadlı və Cəbrayıl rayonları ilə sərhəddir. Astaraya baxsanız Lerik və Lənkəran rayonları ilə sərhəddir. Buna görə onları götürmürük. Yalnız bir inzibati rayonda sərhəddə olan 4 dənə rayonumuz var. Balakən, Qazax, Sədərək, Ordubad. İkisi Naxçıvandadır. İkisi də biri Kiçik Qafqaz, biri isə Böyük Qafqazda yerləşir. Daha sonra gəldik Kürd çayı sahili, Araz çayı sahilində yerləşən inzibati rayonlarımıza baxaq. Deməli, Kürün sağ sahilində yerləşən inzibati rayonlarımız. Qazax rayonu, Goranboy, e, bir saniyə. Qazax, Goranboy, Bərdə, Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonları. Kürün sağında yerləşir Qazaxda. Daha sonra Kürün sol sahilində yerləşən rayonlarımız. Ağdaş rayonu, Zərdəb rayonu, Kürdəmir rayonu və Hacıqabul rayonu. 4 dənə rayon. Ağdaş, Zərdəb, Kürdəmir, Hacıqabul Kürün sol sahilində yerləşir. Daha sonra Kürün hər iki sahildə yerləşən inzibati rayonlarımız. Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlax, Mingəçevir şəhəri. Sabirabad rayonu, Salyan və Neftçala. Üçü aşağıdan Mənsəbə doğru Sabirabad, Salyan, Neftçala. Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlax isə yuxarıda. Kürün hər iki sahildə yerləşir. Qazax yalnız sağ sahildə yerləşdi. Neftçala rayonu Kürün Mənsəbidir. Burada Xəzər dənizinə tökülür Kür çayı. Daha sonra Kürd çayı vasitəsilə sərhəd olan inzibati rayonlarımız var. Bərdə ilə Ağdaş rayonları Kür çayı arasında sərhəddir. Ağcabədi ilə Zərdəb Kür sahilidir. Beyləqanla Zərdəb Kür sahili sərhəddir. İmişli ilə Kürdəmir Kür sahili sərhəddir. Sabirabadla Hacıqabul Kür sahili sərhəddir. Deməli, hansılar oldu Kür sahildə yerləşən? Bərdə ilə Ağdaş Kür çayı boyunca. Ağcabədi ilə Zərdab, Beyləqanla Zərdab, İmişli ilə Kürdəmir
və Sabirabadla Hacıqabul rayonları sərhəddə Kür çayı da sərhəd zonada yerləşirlər. Daha sonra Araz çayından sərhədimizə baxaq. Araz çayı sahilində yerləşən rayonlarımıza baxaq. Sedərək, Şərur, Kəngərli, Babək, Cufa, Ordubad, Cufa, Ordubad, daha sonra Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonları. Bunlar Kürün deməli, Kürün sol sahildə yerləşirlər. İmişli, Saatlı, Sabirabad isə Kürün hər iki sahildə yerləşir. Yəni Arazı, daha doğrusu Arazı deyil, Kürün deyil. Arazın həm sağında, həm solunda yerləşir. İmişli, Saatlı, Sabirabad bu üçü. Digərləri isə yalnız Arazın sol sahilində yerləşir. Arazın sağ sahilində yerləşən, sırf təkcə sağ sahildə yerləşən rayonumuz yoxdur bizə. Onlar düşür, Arazın sağ sahili düşür İran Respublikasının ərazisinə. Amma Beyləqandan sonra Kür çayına qovuşmaq üçün Araz 3 dənə rayondan keçir ki, İmişli, Saatlı, Sabirabad rayonlarına. Bu zaman İmişli, Saatlı, Sabirabadın bir hissəsi Arazın sağına, bir hissəsi də sol sahilinə qalır. Yəni Arazın hər iki sahilində yerləşirlər. Sabirabad rayonunda da su qovuşan kəndində Araz çayı Kür çayına tökülür. Mənsəbi, yəni Sabirabad rayonunda yerləşir. Bir də burada bir kişiyə qeyd eləmədik, onlar da qeyd eləyək. Azərbaycanda olan bəzi şəhərlər hansı rayonlarla həmsərhəddir, onlara baxaq. Deməli, tutalım Gəncə şəhəri. Gəncə şəhəri buradır. Göygöl və Samux rayonlarının ərazisində yerləşir. Yəni arasında yerləşir daha doğrusu. Şirvan şəhəri Hacıqabul və Salyan rayonlarının ərazisində yerləşir. Arasında yerləşir, sərhəddir. Naxçıvan şəhəri burada Babək rayonunun əhatələnib. Bakı şəhəri, Bakı rayonu həmçinin Salyan, Abşeron və Sumqayıt şəhərləri ilə əhatələnib. Sonra Sumqayıt şəhərin özü Xızı, Abşeron və Bakı rayonları ilə əhatələnib. Xankəndi şəhəri var burada. Xocalı rayonu ilə əhatələnib Xankəndi şəhəri. Bunlar muxtar Respublika təbili şəhərlərdir ki, yəni onların adında rayon yoxdur. Sumqayıt şəhəri tam Sumqayıt rayonu yoxdur. Buna deyirlər Respublika əhəmiyyətli şəhərlər. Naxçıvan şəhəri Naxçıvan rayonu yoxdur. Xankəndi şəhəri Xankəndi rayonu yoxdur. Deməli, Gəncə şəhəri Göygöl və Samux rayonları, Şirvan şəhəri Hacıqabul və Salyan rayonları, Naxçıvan şəhəri Babək rayonu ilə əhatələnib, Sumqayıt şəhəri Xızı, Abşeron rayonları ilə əhatələnib, Xankəndi şəhəri Xozalı rayonu ilə əhatələnib. Bu da Azərbaycanın inzibati ərazi bölgüsü haqqında, siyasi quruluş haqqında olan qısa məlumatımız.